İnqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın Rus orduları tərəfindən tərkibində mövcud bir vəziyyəti siyasiyə hasil oldu. Kəndi qəva-i məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqai siyasiyyənin inkişaf etməsi üzərinə Gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzündən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı İmperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət Hazirəyi siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən Aray-ı Ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayı Milliyyə İslamiyyəsi bütün cəmaətə elan ediyor ki, 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət həqqinə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil əl-hüquq müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti həsənə təsisinə əzm edər. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, sil və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquq-i siyasiyyə və vətəniyyə təmin edər. 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 6. Məclis-i Müəssiyan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Aray-ı Ümumiyyə ilə intixab olunmuş Şurayı Milli və Şurayı Milliyə qarşı məsul hökumət müvəqqəti durur. İmzaladı Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camu bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik Yeqanov, Mustafa Mahmudov.